Milli Məclisdə gələn ilin dövlət büdcəsinə dair müzakirələr ayrı-ayrı komitələr üzrə davam edir. Gənclər və İdman, İctimai Birliklər və Dini Qurumlar komitələrinin bugün keçirilən birgə iclası da bu məsələyə həsr edilib. Gələn ilin dövlət büdcəsi müzakirələri bugün də davam etdi. Mədəniyyət Nazirinin müavini Nazirliyin tabeliyindəki kitabxanaların təmir və bərpası ilə bağlı siyahı hazırlandığını dedi. Nazir müavini hazırda Nazirliyin tabeliyindəki 6000-dən çox müəssisənin 3000-dən çoxunun kitabxanalar olduğunu və onların ziyarət edildiyini, təmiri və bərpası ilə bağlı siyahıların hazırlandığını bildirdi. İctimai Birliklər Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa isə siyasi partiyalara ayrılan vəsaitdən danışdı. Birinci növbədə siyasi partiyalara bu il dövlət büdcəsindən həm parlamentdə təmsil olunan partiyalara, həm də seçkilərdə etibarlı səslər qazanaraq Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara 6 milyon manat vəsait ayrılıbdır. Məncə bu dövlətin indiki imkanları ilə uyğun gələn bir vəsaitdir və bunun əslində bölgüsü məsələsində müəyyən bir dəyişikliyə ehtiyac var. Bu çünki daha çox bir partiyanın daha çoxluğu təşkil eləməsi təbiidir və ona görə də o partiyanın daha çox vəsait alması nəzərdə tutulur. Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu gələn il dövlət büdcəsində kinoya vəsaitin ayrılmamasından gileyləndi. Gələn ilə bizim kinomuza ümumiyyətlə vəsait ayrılmayıb, bu büdcədə nəzərdə tutulmayıb. Bunun səbəblərini mən bilmirəm. Belə bir halda kinoya heç bir vəsait ayrılmamağı bu çox böyük təhlükə yaradır. Onun üçün ki, bilirsiniz ki, kino elə bir istehsaldır və orada elə bir mütəxəssislər var ki, onlar olmasa kinonu yaratmaq mümkün olmayacaq. Sonra iclas müzakirələrlə davam etdi. Bəturə Nəbiyeva, Nadir Cəllov, Space.